Azərbaycan dağılırdı. Və bu Azərbaycanı bu dağılmış şəraitə gətirmiş İsa Qəmbərov mənim özümə 3 saat xahiş edib ki, siz gəlin bu Azərbaycanı bu vəziyyətdən çıxar. Əbfəz Elçi bəy 3-4 gün məndən danışıqlar aparır. Bir həftə məni Bakıda, Naxçıvandan bura gətirmək üçün onlar cəhd göstəriblər. Və gəlib mən bunların üzlərinə dedim ki, siz bu Azərbaycanı dağıtdınız. Xarici İşlər Naziri heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi, Müdafiə Naziri, Riyaziyyat müəllimi. Riyaziyyat müəllimi Müdafiə Naziri ola bilər. Məhz bu Riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Bu vətəndaş müharibəsinə Azərbaycanı gətirib çıxardanlardan biri də və ən faal bu vətəndaş müharibəsini qızışdıran da Məsləhəm Qaziyevidir.